Bir qadın şabbat günü işləyir. O deyir ki, əks halda işini itirəcək. Başqa bir şəxs isə deyir ki, onların əsas gəliri şabbat günüdür və o olmadan qəbzlərini ödəyə bilməzlər. Başqa bir şəxs soruşur ki, şabbat günü siqaret çəkə bilərlərmi və ya siqaretlərini yandıra bilərlərmi? Başqa bir şəxs şabbat günü duş almağın mümkün olub-olmadığını soruşur. Yaxşı, beləliklə biz İsrail oğullarından və müsəlman ümmətindən olan əsasən bütün diqqət və fikirlərini təfərrüatlara yönəldən və bunun arxasındakı əsas ideyanı tərk edən o kəslər kimi olmaq istəmirik. Onlar hamama əvvəlcə sol ayağımla girim, yoxsa sağ ayağımla? Dəstəmazı əvvəlcə bu barmağımla alım, yoxsa o barmağımla? Yaxud hansı hissəyə məhz çəkim? Ya da topuğun kənarına qədər gedim, yoxsa kənarına qədər getməyim kimi şeylərə diqqət yetirdilər və onlar öz daxillərini iyrənc və çirkli halda buraxdılar. Yaxşı, beləliklə məni eşidin və anlayın, ey möminlər. Şənbənin mahiyyəti Allahın hakimiyyəti ilə bağlıdır. Bu, Allahın İsrail oğullarını Misirdən Fironun hökmranlığından necə çıxardığını və onları Musanın hökmranlığı altına necə gətirdiyini qeyd etmək, şərəfləndirmək və xatırlamaq üçündür.